Deyir ki, hərəkət bildirən sözlərin neçə zamanı var? 3. Hansılar? Keçmiş zaman, indiki zaman, gələcək zaman. Aferin. Keçmiş zamana ait bir dənə söz deyək. Getdi, gedəcək. Keçmiş zaman. Getdi. Keçmiş zamanın sualı. Yox, sual. Keçmiş zamana necə sual? Hansı sual veririk? Nə etdi? Nə etdi? Bəs nə edir hansı zamanın sualı? İndiki. Bəs gələcək zamanın sualı? Nə edəcək? Aferin, nə edəcək? Bəli. Deməli, zamanlarda, bəs yaxşı. Gəlin onda keçmiş zamana aid 3 dənə söz deyək. Keçmiş zamana aid olsun. Mən dənizə yazdım. Yazdı. Mən dənizə getdim. Aferin, getdi. Mən futbol oynadım. Oxudu. Mən futbol oynadım. Bəli, bəli. Bəs onda indi o dediyiniz cümlələri gələcək zamana çevirin. Gələcək zamana. Yazacaq. Aferin, yazacaq. Oxuyaq.